Azad edilən torpaqlara böyük qayıdış davam edir. Cəbrayılın Horovlu kəndinə köçənlər əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti qalan ailələrdir. Bu mərhələdə Horovluda 30 ailə və ya 115 nəfər məskunlaşıb. Çox sevinirəm ki, torpağımı 30 ildən çox ki, o torpaqdan çıxmışam, birinci dəfə gedirəm. Gəlinimlə, nəvələrimlə qayıdıram o kəndə. Odan qaydığında mənim 35-36 yaşım vardı. İndi 70 keçib. Fəxr eləyirəm ki, mən vətənimə qayıdıram. Gör neçə il, 30 neçə ildir biz kətdən çıxmışıq. İndi mənim 63 yaşım var. Sevinirəm ki, mən vətənimə qayıdıram. İndi bugün mənim oğlum köçür. Oğlum oradan gələndə 7 yaşı var idi. İndi şükür Allahın özünə ki, bugün ailəsi ilə, uşağı ilə mənim oğlum öz doğma vətənimizə köçür. Yenə də o Allaha min şükür ki, bu günləri bizə yaşatdı. Biz bu günləri yaşadıq.